Hiss edirəm hər gün ömrümdən gedir, amma necə getdiyinin də fərqində deyiləm. Səni bilmirəm, amma mənim ən çox eşitdiyim gün ərzində, həftə içində, ay içərisində ən çox eşitdiyim ifadə budur. Həyatdan zövq ala bilmirəm, gün başlayır, başladığı kimi bitir. Bəs gəlin görək, bu nəyə görə belədir? Biz nəyə görə bu qədər həvəssiz və maraqsızıq və nəyə görə hər günümüz bir-birinə bənzər bir şəkildə keçib gedir? Hər halda müəyyən qədər təxmin eləyirsən. Bəli, travmalar. Travmalarımız bizə mane olur ki, bugün özümüzü reallaşdıraq. Sənə bacarmazsan, eləyə bilməzsən, o qədər deyiblər ki, sən artıq bugün addım atmaq istəmirsən. Yox. Mən hər şeyi travmalarımızın üstünə atmayacağam. Biz böyük, yetkin insanlarıq. Həyat məsuliyyətimizi öz üzərimizə götürməliyik. Bir şeylər olub keçib, müəyyən təsirləri qalıb, amma o təsirlərin qalmaq o demək deyil ki, biz bir şeyləri sınamayacağıq, yenidən eləməyəcəyik. Yəni travmalarımızdan danışmağı qoyuruq bir kənara. Bütün həyatımızdakı mənfilikləri travmalarımızın üstünə atmağı qoyuruq bir kənara. Bunun həqiqi səbəblərindən danışacağıq. Bu hər şeyin maraqsızlığın, istəksizliyin, tənbəlliyin əsas səbəblərindən danışacaq olsaq, birinci sırada dopamin ifrazı dayanır. İndi bu biz neyniyək bədənimizə dopamin ifraz eləməyə qadağan qoyaq? Təbii ki, yox. Çünki dopamin bizim zövq almamıza kömək edir. Amma asan yoldan aldığımız o, yəni dopamin ifrazını asan yoldan əldə edəndə heç bir şey eləməyə həvəsimiz, marağımız qalmır. İnsan beynində nələr baş verdiyini öyrənmək üçün bilirsiniz ki, ən çox təcrübələri ağ siçanlar üzərində aparırlar. Təcrübədə siçanlar düyməni sıxaraq beyinlərində dopamin ifrazının artmağına səbəb olurlar və beyində dopamin ifrazının artmağı mükafat hissini yaradır. Biraz məsafədə isə siçanlar üçün yemək və su var. Ancaq siçan o qədər alışır ki, o dopamin ifrazına, yəni sadəcə düyməni basaraq beynində dopamin ifrazı olunur. Ac, susuz qalsa da beyində dopamin ifrazı nəticəsində o mükafatı aldığına görə bunları hiss eləmir belə. Təcrübə bir digər istiqamətdə bu şəkildə aparılır. Siçanlara şəkərli qidalar verilir. Hər dəfə bu şəkərli qida verildikdən sonra elektroşok, yüngül elektroşok da verilir onlara. Beyinlərində normal dopamin ifraz olunanlar o ağrını hiss edəcəklərinə görə yeməkdən kənar dura bilirlər. Ancaq beyinlərində dopamin ifrazı artırılmış siçanlar elektroşoka baxmayaraq da yeməyi yeməyə davam edirlər. Bu təcrübəni biraz da insan üzərində təsəvvür edək. Məsələn, səhər yuxudan oyanırsan, İlk olaraq nə edirsən? Telefonu götürürsən, dopamin ifrazını artırırsan və qalxıb nəsə bir iş görəcəksənsə belə bu onu yubadır. Ən iradəli insanlarda da belə müəyyən qədər yubatmağına səbəb olur. Başlayacağın zamandan daha gec başlamağına səbəb olur. Dopamin ifrazını artırmağın ən bəsit nümunəsi xəyalpərəst insanlardır. Hansı ki, onlar nə qədər çox xəyal qururlar, o qədər az fəaliyyət göstərirlər. Tək qalmaq, xəyal qurmaq, özlərinin o möhtəşəm dünyalarında yaşamaq həmin insanların beynində də dopamin həddindən çox ifraz olunur və onlar fəaliyyətsiz bir şəkildə xəyallarından zövq almağı üstün tuturlar. Bəs yaxşı sən nə edəcəksən? İlk öncə fərqində olmalı olduğun şeylər var. Birincisi, dopamin mükafatı anında verir, amma dəyərli eləmir. Dopamin səni ani zövqlərə aparır. Telefon bildirişi, şirniyyat, sosial media bəyənmələri. Xatırlamalısan hər dəfə ki, sənə dopamin yox, sənə kömək edən sadəcə disiplin olacaq. Çünki dopamin asıllıq yaradır, disiplin isə azadlıq. Dopaminlə yön alan həyat səthi və dəyişkəndir. Ancaq disiplinli həyat isə dərin, mənalı və məqsədə yönəlmişdir. Yaxşı, nə etməlisən? Birinci olaraq ani mükafatlara qarşı özündə fərqindəlik yarat. Bu mənim hal-hazırda sadəcə dopamin partlayışıma səbəb olacaq, yoxsa məqsədimə çatmaq üçün lazım olan yoldayam. İkincisi, məqsədlərini yaz və onu təqib elə mütləq bir şəkildə. Çünki beyin konkret və ölçülə bilən məqsədlərə yönələndə disiplin də güclənir. Üçüncüsü, mükafat sistemini dəyişməlisən. Mükafat sistemini dəyişmək nədir? Məsələn, sən özünə mükafat verəndə çox oxumusan və yaxud da ki, çox işləmirsən, qarşılığında nə edirsən? Ya çox zərərli yeməklər yeyirsən, ya sosial mediada həddindən çox vaxt keçirməyə çalışırsan ki, özünə bu sanki mükafatdır. Bunu dəyişəcəksən. Beynin mükafat istəyəndə sosial mediada gəzinmək əvəzinə gəzəcəksən, meditasiya edəcəksən ya da müəyyən qədər sənə maraqlı gələn axıcı bir kitab oxuyacaqsan. Bax dostum, motivasiya səni başlada bilər. Dopamin səni sevindirə bilər. Ancaq yalnız və yalnız disiplin səni getmək istədiyin yerə aparacaq. Əgər bu dəfə də yarı yolda qalmaq istəmirsənsə, beyninin qısa müddətli həzzinə yox, ruhunun uzun müddətli arzusuna qulaq as.